Salam, əziz və daxili dünyası ümmanlar qədər dərin olan balıqlar. Avqust ayı üçün xüsusi olaraq hazırlanan ulduz falı proqnozunuza xoş gəlmisiniz. Bilirəm, siz bürclər içərisində bəlkə də ən fədakar, ən duyğusal və başqalarının dərdini öz dərdi kimi qəbul etməyə meyilli olan, hadisələrə tamamilə fərqli bir prizmadan yanaşan nümayəndələrsiniz. Sizin üçün həyat sadəcə maddi nemətlərdən, quru rəqəmlərdən, hesab kitabdan ibarət deyil. Həyat sizin üçün duyğuların, xəyalların, rənglərin və görünməyən incə enerjilərin rəqsidir. Avqust ayı sanki sizin bu həssas təbiətinizlə tam bir harmoniya təşkil edəcək. Yayın son ayının o sakit, biraz da mayışdırıcı aurası sizin daxilinizdəki o daimi sükut ehtiyacı ilə əla səsləşir. Ayın ilk günlərindən etibarən içdən-içə qəribə bir sakitlik, insanlardan bir qədər uzaqlaşıb öz xəyal dünyanıza çəkilmək ehtiyacı hiss edəcəksiniz. Dərhal özünüzü qınamağa, niyə mən hamı kimi qaçıb əylənə bilmirəm deyə düşünməyə başlamayın. Gəlin etiraf edək, bu sizin təbii axarınızdır. Hər gün qaça-qaçda olmaq, hər səs-küylü məclisdə iştirak etmək sizin enerjinizi sadəcə sümürür və sizi daxildən yorur. Bu ay kainat sanki sizin qulağınıza pıçıldayır ki, icazə verin ruhunuz biraz dincəlsin, yenilənsin. Biraz kənara çəkilib, sadəcə anı izləmək, sakitcə pəncərədən baxıb səhər qəhvənizi qurtumlamaq və ya qulaqcığınızı taxıb sevdiyiniz o melanxolik musiqilərin içində itmək sizə elə yaxşı gələcək ki, bunu bəzən sözlə ifadə etmək belə çətindir. İnsanların davamlı olaraq sizdən nələrsə tələb etməsindən, enerjinizi istismar etməsindən kifayət qədər yorulmusunuz. Bax, məhz bu ay o görünməz sərhədləri çəkməyin tam vaxtı gəlib çatıb. Özünüzə zərər vurmadan yox deməyi öyrənmək, bəlkə də bu yay əldə edəcəyiniz ən böyük şəxsi, mənəvi inkişaf olacaq. Özünüzü başqalarının problemləri içində itirməməyə çalışın. Unutmayın ki, dünyanın bütün dərdlərini siz sağalda bilməzsiniz. Sizin də qayğıya, şəfqətə və ən əsası kimsə tərəfindən həqiqətən dinlənilməyə böyük ehtiyacınız var. Buna görə də ayın əvvəllərindəki o durğunluğa, hərəkətsizliyə etiraz etmək, müqavimət göstərmək əvəzinə ona sakitcə təslim olun. Su necə öz axarını tapırsa, siz də eləcə sərbəst buraxın özünüzü. Hər şeyi idarə edə bilməzsiniz və inanın ki, buna heç bir ehtiyac da yoxdur. Prosesin özündən zövq almağa çalışın. Maddi və peşəkar mövzulara, karyera addımlarına gəldikdə isə avqust ayı sizi doğrudan da biraz təəccübləndirə bilər. Bilirəm, siz adətən karyera pillələrində vəhşi bir ehtirasla irəliləməyə çalışan, hər cür rəqabətə girib kimsə geridə qoymağı düşünən insanlardan deyilsiniz. Sizin həyata yanaşmanız həmişə daha yumşaq, daha axıcı və intuitivdir. Və ən maraqlısı da odur ki, bu ay məhz o çox güvəndiyiniz güclü intuisiyanız iş həyatında sizi ən gözlənilməz uğurlara, təsadüfi görünən böyük qazanclara apara bilər. Ayın ortalarına doğru qəfildən, bəlkə də gecə yarısı yuxudan oyanarkən, bəlkə də küçədə adi bir gəzinti zamanı ağlınıza gələn yaradıcı bir ideya, iş yerinizdə və ya üzərində çalışdığınız şəxsi layihənizdə əsl bir dönüş nöqtəsi yarada bilər. Rəssamsınızsa yeni bir kətan üzərində möcüzələr yaradacaq, yazıcısınızsa günlərlə axtardığınız o hekayə xəttini tapacaqsınız, yox əgər tamam fərqli, ofis mühitində rəqəmlərlə bağlı bir sahədəsinizsə belə. Mövcud qəliz problemlərə heç kimin ağlına gəlməyən, son dərəcə fərqli bir həll yolu kəşf edəcəksiniz. Çünki bu ay təxəyyülünüz sözün əsl mənasında qanadlanacaq və sərhəd tanımayacaq. İdeyalarınızı rəhbərliyə, partnyorlarınıza və ya iş yoldaşlarınıza təqdim etməkdən qətiyyən utanmayın. Öz bacarıqlarınızı kiçiltməyin, təvazökarlığın da bir həddi var axı. Sizin fərqli baxış bucağınız hazırda olduğunuz mühitdə hər kəsin ehtiyac duyduğu o təzə, təmiz havadır. Lakin bir şeyi heç vaxt nəzərdən qaçırmayın, xəyallar, qurulan böyük planlar gözəldir, amma onları reallığa çevirmək üçün mütləq biraz da intizam lazımdır. Uçub qaçan fikirlərinizi yerə endirməlisiniz. Bu ay iş masanızı biraz sahmana salmaq, görüləcək işlərin kiçik, detallı siyahısını tutmaq sizin üçün çox böyük xilaskar olacaq. Pul məsələlərinə gəldikdə isə maliyyə durumunuzda ciddi, sizi sarsıdacaq bir dalğalanma və ya böhran gözlənilmir. Ancaq siz bəzən daxilinizdəki o emosional boşluqları doldurmaq üçün lazımsız, bəlkə də heç vaxt istifadə etməyəcəyiniz əşyalara pul xərcləməyə, plansız alış-verişlərə meyilli olursunuz. Kiməsə kömək etmək istəyərkən cibinizdəki son pulu vermək, öz ehtiyaclarınızı kənara atmaq sizin xarakterinizdə kök salıb. Avqust ayında mərhəmət duyğunuzla rasional məntiqiniz arasında sağlam bir tarazlıq yaratmağa mütləq çalışın.
Bəli, xeyriyyəçilik əla bir xüsusiyyətdir, kiməsə dəstək olmaq mənəvi cəhətdən ucalıqdır. Lakin öz gələcəyinizi riskə atacaq, ayın sonunda sizi sıxıntıya salacaq qədər də fədakar olmayın. Bəzi kiçik, lakin ehtiyatsız gündəlik xərclər ayın sonunda büdcənizdə yamaqlar, anlaşılmaz kəsirlər yarada bilər. Özünüzə qarşı daha diqqətli, daha tələbkar olun. Digər tərəfdən isə ruhunuzu qidalandıracaq, sizə gerçək mənəvi zövq verəcək şeylərə, məsələn, yeni bir sərgi biletinə, vizual zövqünüzü oxşayan gözəl bir kitaba ya da təbiət qoynunda, dəniz kənarında kiçik bir həftə sonu səyahətinə pul xərcləməkdən isə qətiyyən çəkinməyin. Bu cür xərclər əslində maddi bir itki deyil, sizin birbaşa ruhi sağlamlığınıza, psixoloji rifahınıza edilən ən gözəl və lazımlı investisiyalardır. Gəlin biraz da keçək sizin o dərin, sirli, romantik və hər zaman böyük bir sevgi ilə çırpınan ürəyinizin məsələlərinə. İkili münasibətlər, eşq və incə romantika sizin həyatınızın az qala mərkəzində, ən həssas nöqtəsində dayanır, elə deyilmi? Siz kimsəni yarımçıq, səthi, sadəcə xarici görünüşünə görə sevə bilmirsiniz. Sevəndə o insanın tamamilə ruhuna toxunmaq, onunla bütövləşmək, onun dərdini də, sevincini də özünüzünki kimi yaşamaq istəyirsiniz. Avqust ayı eşq həyatınızda son dərəcə duyğusal, xatirələrlə dolu və ehtiraslı küləklər əstirəcək. Əgər hal-hazırda həyatınızda kimsə varsa, uzun müddətdir davam edən bir münasibətin içindəsinizsə, bu ay münasibətinizdəki o görünməz, daxili bağların daha da dərinləşdiyini, kök saldığını hiss edəcəksiniz. Tərəf müqabilinizlə saatlarla, heç nədən danışmadan belə, sadəcə göz-gözə baxaraq, səssizliyin içində anlaşa bildiyiniz o nadir və dəyərli anları tez-tez yaşayacaqsınız. Lakin burada sizi gözləyən çox gizli və incə bir təhlükə də var. Siz çox asanlıqla qarşı tərəfin enerjisini, onun daxili sıxıntılarını, negativini sanki bir süngər kimi özünüzə çəkməyə çox meyillisiniz. Əgər partnyorunuz işdə, karyerasında və ya ailəsində stresli bir dövr keçirirsə, fərqində belə olmadan onun bütün o ağır kədərini öz üzərinizə götürüb, günlərlə səbəbsiz yerə depressiv bir halda gəzə, həyat eşqinizi itirə bilərsiniz. Avqust ayında ulduzlar sizə xüsusilə xəbərdarlıq edir. Sevdiyin insana dəstək olmaq başqadır. Özünü o insanın kədərinin içində məhv etmək, yox etmək tamam başqadır. O sağlam mənəvi sərhədi qorumağı bacarmalısınız. O ki qaldı hələ də öz xəyallarındakı insanı axtaran subay balıqlara, sizin ssenariniz bu ay daha çox klassik bir romantik kino lentini xatırladacaq. Heç gözləmədiyiniz bir anda, bəlkə dəniz kənarında tək başına qağayıları izləyərkən ya da rəfiqələrinizlə getdiyiniz kiçik, fərqli aurası olan səssiz bir kafedə tamamilə qeyri-adi, enerjisi fərqli bir insanla tanış ola bilərsiniz. Bu tanışlıq sizə ilk andan o qədər tanış, o qədər doğma gələcək ki, sanki illərdir onu tanıyırsınız, sanki əvvəlki həyatlarınızda da bu insanla yollarınız kəsişib. Aranızda izah olunmaz, sözlə ifadəsi çətin olan güclü bir telepatiya yaranacaq. Ancaq xahiş edirəm, tələsməyin. Siz bəzən ilk baxışdan və ya ilk söhbətdən xəyalınızda o qədər mükəmməl, nöqsansız bir obraz yaradırsınız ki, sonra qarşınızdakı gerçək insanı o xəyali, illüziya dolu obraza sığdırmağa, dəyişdirməyə çalışırsınız. Zaman verin özünüzə də, ona da icazə verin o insan sizə özünün gerçək üzünü, qüsurlarını, xarakterini yavaş-yavaş açsın. Hər şirin sözə, hər gözəl baxışa dərhal aldanıb, buludların üzərinə çıxmayın, yoxsa sonra reallığa dönmək, o buludlardan yerə çırpılmaq sizin həssas ruhunuz üçün çox ağrılı və sarsıdıcı ola bilər. Keçmiş məhəbbətlərə gəldikdə isə, bu ay bəzi unudulmuş simalar, illərdir xəbər almadığınız köhnə tanışlar yenidən qapınızı döyə, köhnə yaraları qoparmağa, bağlanmış dəftərləri açmağa çalışa bilərlər. Sizin bağışlayıcı, kin saxlamayan və mərhəmətli təbiətiniz həmişə hər kəsə ikinci, hətta üçüncü şansı verməyə hazırdır. Ancaq özünüz də yaxşı bilirsiniz ki, eyni çayı 2 dəfə keçmək olmur. Əgər bir insan sizə vaxtilə dəyər verməyibsə, göz yaşlarınıza səbəb olubsa və inamınızı qırıbsa, indi qəfildən möcüzəvi şəkildə fərqli olacağına çox da ümid bəsləməyin. Keçmişin üzərinə səliqəli, qalın bir xətt çəkin və gələcəyin sizə təqdim etdiyi o təmiz, təravətli sevgi potensialına diqqətinizi yönəldin. Həyat irəli baxanda daha gözəldir. Dostlarınız, böyük və ya kiçik sosial çevrəniz və ailəniz üçün siz adətən isti bir sığınacaq, qaranlıqda yolu azanlar üçün yanan bir fənər kimisiniz. Hər kəs qorxmadan dərdini, problemini gətirib sizinlə bölüşür, çünki çox yaxşı bilirlər ki, siz onları əsla mühakimə etmədən, qınamadan, ağıl vermədən dinləyəcək, qəlbinizin ən gözəl güşəsində onlara mütləq bir yer verəcəksiniz. Lakin avqust ayında bu könüllü psixoloq rolunu biraz kənara qoymağınız mütləq şəkildə lazım gələcək.
Sizi sadəcə dərdini danışmaq üçün xatırlayan, mənfi enerjisini saatlarla sizin üzərinizə boşaldıb, özü quş kimi yüngülləşib gedən, ancaq sizin günlərlə əhvalınızı korlayan o məşhur enerji vampirlərindən çox ehtiyatlı olun. Dostluq hər zaman qarşılıqlı olmalıdır, bunu özünüzə xatırladın. Siz onların ən çətin anında yanında olduğunuz kimi, sizin də çətin, sıxıntılı anınızda, sadəcə susmaq istədiyiniz vaxtlarda onların sizin yanınızda olub-olmadığını diqqətlə izləyin. Bu ay, sanki bir süzgecdən keçirmiş kimi kimin əsl dost, kimin sadəcə keçici bir tanış və ya mənfəətpərəst olduğu çox aydın şəkildə üzə çıxacaq. Bəzi insanlarla yollarınızı sakitcə, səs-küy salmadan, incimədən ayırmaq qərarına gələ bilərsiniz və bu qətiyyən pis bir şey deyil. Bu sadəcə olaraq mənəvi bir təmizlik prosesidir, həyatınızdan lazımsız yükləri atmaqdır. Ailə daxilində isə bunun tam əksinə olaraq daha isti, daha doğma və səmimi bir ab-hava hökm sürəcək. Xüsusən də uşaqlıq xatirələriniz, keçmişdə qalan o problemsiz günlər tez-tez yada düşəcək. Valideynlərinizlə, yaşlı qohumlarla və ya bacı-qardaşlarınızla bir araya gəlib eyni süfrə ətrafında əyləşmək, köhnə fotoalbomlara baxmaq, unudulmuş hekayələri xatırlayıb gülmək daxilinizdə çox böyük bir hüzur yaradacaq. Əgər ailə içində, qohumlar arasında hansısa köhnə bir küsülülük, inciklik, illərdir həll olunmayan bir səssizlik varsa, məhz avqust ayı o buzları əritmək, eqonu kənara qoyub ilk addımı atmaq üçün ilin bəlkə də ən uyğun vaxtıdır. Sizin atacağınız bir kiçik mehriban addım, gülümsəyərək edəcəyiniz sadə bir zəng çox böyük sevinç, göz yaşları və isti sarılmalarla nəticələnəcək. Yaşadığınız evin enerjisini yeniləmək, bəzi köhnəlmiş əşyaların yerini dəyişdirmək, otağınıza bəlkə kiçik canlı bitkilər, axşamlar yandırmaq üçün gözəl qoxulu şamlar əlavə etmək sizin özünüzü daha güvəndə, daha sakit və xoşbəxt hiss etməyinizə kömək olacaq. Eviniz sizin üçün dünyadan qaçıb gizləndiyiniz ən böyük sığınacaqdır. O sığınacağın qapılarını da sadəcə dəyər verdiyiniz, ruhunuza, təbiətinizə uyğun gələn insanlara açın. Sizi yoran insanları o qapıdan içəri buraxmayın. İndi isə keçək ən azı digər mövzular qədər həyati vacib olan, amma sizin o rəngarəng xəyal dünyanızda hər zaman ikinci, üçüncü plana atılan, tez-tez unudulan fiziki və mənəvi sağlamlığınızdan danışmağa. Siz təbiətən son dərəcə həssas, hər şeydən tez təsirlənən bir psixoloji quruluşa sahibsiniz və mənəvi vəziyyətiniz fiziki sağlamlığınızla birbaşa, qırılmaz və çox güclü tellərlə bağlıdır. Əgər daxilən xoşbəxt deyilsinizsə, hansısa narahatlığınız varsa, bədəniniz dərhal buna sərt reaksiya verir, dərhal immunitetiniz düşür, səbəbsiz yorğunluqlar, oyaq qalmaqda çətinlik, bədəndə izah olunmaz ağrılar yaranır. Astroloji baxımdan balıqlar bürcünün bədəndə ən çox diqqət etməli olduğu, ən həssas üzvləri məhz ayaqlar, pəncələr və ümumilikdə limfa sistemidir. Avqust ayının isti, nəmişlik və yorucu günlərində ayaqlarınızda qəfil şişkinliklər, ağırlıq hissi və ağrılar hiss edə bilərsiniz. Buna görə də gün ərzində düzgün və rahat ayaqqabı seçimi etmək, saatlarla eyni yerdə ayaq üstə qalmamaq, günün sonunda evə gəldikdə dəniz duzu ilə hazırlanmış isti ayaq vannaları etmək sizə möhtəşəm bir yüngüllük və rahatlıq verəcək. Əgər dənizə getmək, hovuza girmək və ümumiyyətlə üzmək imkanınız varsa, heç düşünmədən işləri bir kənara atıb bu fürsəti dəyərləndirin. Su onsuz da sizin təbii elementinizdir. Suya girdiyiniz an, dalğaların bədəninizə toxunduğu o saniyədə bütün o negativ enerjinin günlərlə yığılıb qalmış və çiyinlərinizi çöktürən stresin sanki yuyulub getdiyini, hər bir hüceyrənizin yenidən canlandığını, gəncləşdiyini hiss edəcəksiniz. Su təmizlənməkdir. Bundan əlavə, zehni sağlamlığınız bu ay hər şeydən önəmlidir. Reallıqdan qaçmaq, çətinliklərlə üzləşmək və həll etmək əvəzinə problemləri görməzdən gəlmək, sanki yoxmuş kimi davranmaq kimi bir vərdişiniz var. Bəzən bu qaçış heç də sağlam olmayan yollarla baş verə bilər. Aşırı dərəcədə saatlarla yatmaq, hər kəsdən təcrid olunub telefonla saatlarla otağa qapanmaq kimi. Bunların əvəzinə daxili dünyanıza doğru daha sağlam qaçış yolları tapmağa çalışın. Dərin meditasiya etmək, təbiət səsləri, məsələn yağış və ya dəniz səsi dinləyərək yuxuya getmək, bəlkə də heç vaxt sınamadığınız bir rəsm kursuna yazılıb içindəki o qaynayan vulkanı sözlərlə deyil, rənglərlə kətana tökmək sizə qat-qat faydalı, hətta terapevtik təsir edəcək. Yuxu rejiminizə mütləq xüsusi diqqət yetirin. Siz digər insanlar kimi yatarkən sadəcə fiziki olaraq dincəlmirsiniz, eyni zamanda röyalarınız vasitəsilə daxili dünyanızla danışır, bəlkə də kainatdan bəzi hisslər və mesajlar alırsınız. Sizin yuxularınız bəzən gerçək həyat qədər rəngarəng və mənalıdır. Keyfiyyətsiz, kəsintili yuxu sizi gün ərzində əsəbi, dağınıq, diqqəti dağınıq edəcək.
Axşamlar ağır, yağlı yeməklərdən uzaq durmaq, kafein və şəkər qəbulunu yatmazdan əvvəl kəskin şəkildə azaltmaq sizin daha rahat, kəsintisiz və gerçəkdən dincəldici bir yuxu almanızı təmin edəcək. Bədəninizin, ruhunuzun səsinə qulaq asın. O sizə nə vaxt sürəti azaltmaq, nə vaxt sağlam qidalanmaq, nə vaxt ətrafdakı səs-küyü söndürüb sadəcə susmaq lazım olduğunu çox dəqiq şəkildə deyir. Siz fərqində olmasanız belə, o kompas həmişə işləyir. Siz sadəcə ona etibar etməli və onu eşitməlisiniz. Gəlin yekunlaşdıraq, hər kəsin sevimli, daxili qapıları həmişə sevgiyə açıq olan balıqları. Bu avqust ayı, daxilinizə etdiyiniz o dərin səyahətin ruhunuzu fərqli yollarla qidalandırmağın və əslində nə qədər güclü, nə qədər unikal bir insan olduğunuzu yenidən kəşf etməyin xüsusi ayı olacaq. Dünyanın o sürətli, bəzən mərhəmətsiz görünən çarxında heç vaxt əzilmirsiniz, əksinə öz bitməz tükənməz sevginizlə, səmimiyyətinizlə və mərhəmətinizlə o sərt çarxı belə yumşaltmağı, ona fərqli bir rəng qatmağı həmişə ustalıqla bacarırsınız. Sadəcə öz dəyərinizi, kim olduğunuzu bilin. O gözəl və geniş qəlbinizin sərhədlərini zərərli insanlardan qorumaqdan əsla çəkinməyin. Daim inkişaf etməyə, sərhədsiz xəyal qurmağa, ən əsası isə o içinizdəki böyük bir ehtirasla həm insanları, həm də həyatı sevməyə davam edin. Çünki bu dünya məhz sizin o tamamilə saf, təmiz, heç nə təmənna etməyən sevginizlə, yaradıcı ideyalarınızla daha yaşanılası, daha gözəl bir yerə çevrilir. Avqust ayının bütün müsbət, yeniləyici enerjisi, ulduzların parlaq işığı hər addımınızda sizinlə olsun. Sizə bolluca hüzur, daxili sakitlik, yalnız sevinç gözyaşları və unudulmaz, möhtəşəm anlarla dolu, sözün əsl mənasında nağıl kimi bir yay ayı arzulayıram.